Bakıdakı sıxlıq bugün hamını narahat edir. Çünki artıq Bakı sadəcə paytaxt şəhəri deyil, sənaye şəhəri deyil, hər şey Bakıda cəmləşib. Həm turistik şəhərə çevrilib, tələbələrin də şəhəridir, gənclər şəhəridir, tarixi şəhərdir, tarixi romantik şəhərdir. Amma halbuki əvvəllər Bakı deyəndə ilk ağla gələn onun tarixi romantik bir şəhər olmasıydı və vaxtı ilə Bakıda olan tarixi binalar da artıq yoxa çıxıb. Heç kim zəmanət vermir ki, 20-30 ildən sonra bugün Bakının mərkəzində olan o tarixi binaların bir qismi də salamat qalacaq. Çünki inzibatçılıq və biznesin qovuşduğu yerdə sürətli inkişaf gedir prosesi və köhnələr yeniləri ilə əvəzlənir. Bakı açıq hava altında muzey idi. Romantik bir şəhər idi, tarixi bir şəhər idi. Düşünürəm ki, onun bu statusunu geri qaytarmaq lazımdır. Bakını yenidən gənclərə vermək lazımdır, sənətkarlara vermək lazımdır. Və bunun üçün Bakının inzibatçılığı, idarə etmə paytaxt məsələsi yenidən gündəmə gəlməlidir. Mütəxəssislər öz fikirlərini demədilər. Bakı inzibati bir şəhər yox, tarixi romantik bir şəhər olmalıdır. Gənclərə verilməlidir.